çatdırma buyurun mənağa. Aha, buyurun. Təndir, lavaş, türk. Əlaqə nömrəsi. Sifarişiniz yarım saat ərzində çatdırılacaq. Restoranlardan yemək sifariş etmək son vaxtlar dəb halını alıb. Sifarişlərin çatdırılmasında isə kuryer xidmətindən istifadə olunur. İlin bütün fəsillərində iş başında olan kuryerlərin əsas vəzifəsi qidaları zərər görmədən vaxtında ünvana çatdırmaqdır. Adətən biz sifarişi çatdıranda və yaxud da ki, məsafə uzun olduğunda kəsik yolları çox axtarır və yaxud da ki, həm sifariş soğumasın, soğuma ehtimalı da yoxdur. Çünki adətən, necə deyim sizə, falqalıdır və yaxud da ki, isti yeməklər ayrılır, standart bizdə qida məhsullarına uyğun bloklar fərqli-fərqli olur. Amma bəzən bu məsələ müşkilə çevrilir, xüsusən də yay aylarında. İsti hava şəraiti bəzən yeməklərin tərkibinə təsirsiz ötüşmür. Bəs bu zaman xüsusi olaraq hansı qaydalara riayət olunmalıdır? Birinci növbədə qida təhlükəsizlik, yəni yeməklərin temperaturuna nəzarət. İsti yeməklərdə temperatur müsbət 60 dərəcədən aşağı düşməməli, soyuq yeməklərdə isə temperatur müsbət 4 dərəcədən yuxarı qalxmamalıdır. Həmçinin çatdırılma vaxtı maksimum 60 dəqiqə olmalıdır. İkinci mühüm məsələ termoizolyasiya və qablaşdırma. Yəni, bütün yeməklər, qida məhsulları termoçantalarda və ya termoqutularda daşınmalıdır. İsti və soyuq yeməklər eyni paketdə qablaşdırıla bilməz. İsti yeməklər əsasən qablaşdırılır istilik qoruyucu olan folqa tipli qablarda və ya bərk plastik qablarda. Mütəxəssislərin sözlərinə görə çatdırılma zamanı ən çox təhlükəli hesab edilən isti qidalardır. Çünki onların temperaturu düşdükcə daha çox bakterioloji çirklənməyə məruz qalırlar. Bu məsələdə qidanın daşınma qabı və onun materialı da az əhəmiyyət daşımır. Çatdırma zamanı qablaşım materialının tamlığının pozulması, eyni zamanda məhsulun dağılması və maye tipli isti qidalar isə su sızdırmasına səbəb olur. Eyni zamanda qabın hər hansısa bir qırıq hissəsi qidaya daxil olaraq fiziki çirklənmə meyarı yaratmış olur. Fiziki çirklənmədən ərazilərdə, istehsalat ərazilərində qarşılamaq məqsədi ilə işçilər gündəlik olaraq əllərini yumalı, dırnaqlar tutulmalı, zinət əşyalarından istifadə etməməli, şəxsi istifadə üçün nəzərdə tutulmuş ətirlərdən, əl kremlərindən, deodorantlardan və gündəlik istifadə etdiyi dərman vasitələri mövcuddursa, onları da istehsal sahəsinə salmamalıdır. Deyilən qaydalara əməl olunmadıqda qidaların xarab olma ehtimalı artır. Bu da öz növbəsində zəhərlənmə hallarını da qaçılmaz edir. Asəf Zeynallı, Zaur Həşimov, Səbuy Sadiq, Telesəhər.